Choose the correct variant. Doğru variantı seçin. 3 years ago, our dog Max very tiny. 3 il əvvəl bizim itimiz Max çox balaca idi deyəcəyik. But now it is huge and heavy, lakin indi o böyük və ağırdır. I cannot lift it anymore. Mən onu daha çox, yəni daha qaldıra bilmirəm. Biz burada düzgün to be'nin formasını təyin etməliyik və birinci boşluqda ego keçmiş zamana aid olduğu üçün to be'nin was ya da were formasını təyin edəcəyik. Max yəni itin adıdır. Burada söhbət itdən getdiyi üçün və o tək olduğu üçün was'dan istifadə olunacaq. Bu o deməkdir ki, were artıq doğru cavab olmayacaq. İzlər isə indiki zamana aid olduğu üçün səhv götürülür. İkincidə isə but now, lakin indidən söhbət gedir. Now indiki zamana aid olduğu üçün to be'nin am, is, are formasından istifadə olunmalıdır. It üçüncü şəxsin təkinə aid olduğu üçün to be'nin is formasından istifadə edəcəyik. Are cəm olduğu üçün artıq B variantı səhv götürülür və düzgün cavab Y variantıdır. Make up a sentence cümləni qurun. Buradakı sözlərə diqqət etsək, düzgün versiya kimi mənim nənəm bugün evdədir tərcüməsini əldə etməliyik və birinci mübtədanı yerləşdirməliyik. Mübtədada isə my granny, yəni ifadəmizdə rəqəmlərlə göstərsək my granny ilə başlayacaq. Daha sonra isə xəbərimiz is, sonra isə xəbərin digər hissəsi at home və sonda isə today zaman zərfini qeyd etmiş olacağıq. My granny is at home today. Düzgün cavab D variantında verilmiştir ki, mənim nənəm bugün evdədir. What is the meaning of accident? Accident sözünün mənası nədir? Accident qəflətən baş verən bir hadisəni nəzərdə tutur. Biz isə bunu B variantında doğru cavab kimi görürük. Something that happens by chance. Qəflətən və yaxud da ki, şans vasitəsilə baş verən nəsə bir şey. A variantında a small land surrounded by water. Su ilə əhatələnən kiçik bir torpaq, düzgün deyil. A person who has a dog, iti olan bir şəxs. A person who we don't know, biz tanımadığımız şəxs. To like more than others, digərlərdən daha çox bənzər olmaq. Qeyd etdiyimiz kimi tərcüməyə əsasən düzgün leksik izahımız B variantında qeyd olunmuşdur. Choose the correct variant. Doğru variantı seçin. Rabbit's white but this rabbit black. Biz burada düzgün to be'nin formasını təyin etməliyik və bunun üçün mübtəda xəbər uzlaşmasına əsas götürəcəyik. Rabbit birinci hissədə cəm olduğu üçün to be'nin are formasından istifadə etməliyik. Bu o deməkdir ki, artıq is olan A və C variantı yanlış cavab götürülür. İkinci boşluqda isə this rabbit yenə dovşandan söhbət gedir və təkdə olduğu üçün to be'nin is formasından istifadə edirik. Bu isə D variantında doğru verilmiştir. B və Y variantlarında ikinci tərəfdə are olduğu üçün səhvdir. Ümumi tərcüməmiz isə rabbits are white, dovşanlar ağ rəngdədir. But this rabbit is black, lakin bu dovşan qara rəngdədir tərcüməsini əldə etmiş oluruq. Choose the odd one out. Tək olan sözü, yəni fərqli olan sözü seçin. Ruler xətkeş, eraser pozan, crayon rəngli karandaş və yaxud plamaster, pencil karandaş, kite çərpələng deməkdir. Biz diqqət etsək, ruler, eraser, crayon və pencil məktəb ləvazimatlarına aiddir. Ancaq kite çərpələng isə bu ləvazimatlara aid olmadığı üçün Y variantı bizim fərqli sözümüzdür. Choose the correct variant. Düzgün variantı seçin. Maria a brown cat is 3 years old. Maria'nın qəhvəyi bir pişiyi var deməli. Daha sonra isə onun 3 yaşı var deyəcəyik. Təbii ki, birinci boşluqda varlığı bildirən have ya da hasdən istifadə olunur. Maria üçüncü şəxsin təkində olduğu üçün biz hasdən istifadə etməliyik. Onun üçün have variantları artıq düzgün cavab sayılmır. Eləcə də is düzgün cavab sayılmayacaq. İkinci boşluqda isə əgər yaşı bildiririksə to be'nin formasından istifadə etməliyik. It üçüncü şəxsin tək olduğu üçün is olan C variantını düzgün cavab kimi götürəcəyik. Y variantında ikinci tərəfdə has olduğu üçün yanlış götürülür. Tərcüməyə əsasən var desək də ifadəmizdə düzgün variant kimi to be'nin formasından istifadə etməliyik. Buna əsasən də biz düzgün cavab kimi C-ni götürmüş oluruq. Match the words sözləri uyğunlaşdırın. Biz burada feilləri tərcüməyə uyğun olaraq düzgün şəkildə digər sözlərlə birləşdirməliyik.
Pəs ötmək, keçmək mənasındadır. Biz isə burada imtahanı keçmək kimi istifadə edəcəyik. Buna görə də 1C, pass an exam. Win qalib gəlməkdir. Təbii ki, burada prizdə qalib gəlməyi nəzərdə tutarıq. Yəni mükafatı qazanmaq kimi. To win a prize, ikinci A. 3-də go getməkdir. Go abroad, xaricə getmək mənasında B variantını uyğun götürəcəyik. 1C, 2A, 3B ümumi Y variantı doğru cavabımızdır. Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. Dolphins live in oceans and the seas around the world. Delfinlər dünya ətrafında, okeanlarda və dənizlərdə yaşayır. They are not fish, they are mammals. Onlar balıq deyil, onlar məməlilərdir. This means they breathe air and feed their babies with milk. Bu mənaya gəlir ki, onlar hava ilə nəfəs alır və öz balalarını süd ilə qidalandırır. Dolphins are smart animals. Delfinlər çox ağıllı heyvanlardır. They can learn tricks, play games and follow commands. Onlar hiləgərlikləri öyrənə bilər, oyunlar oynayır və əmrləri yerinə yetirə bilərlər. Some dolphins help people. Bəzi delfinlər insanlara kömək edir. Dolphins live in groups called pods. Delfinlər podlar adlandırılan qruplarda yaşayır. A pod can have 5 to 20 dolphins. Bir delfin qrupu 5 delfindən 20 delfinə qədər ola bilər. They swim together, talk with sounds and protect each other. Onlar birlikdə üzür, səslərlə söhbət edir və bir-birini qoruyur. They eat fish. Onlar balıq yeyir. Dolphins use sounds to find food. Delfinlər öz qidalarını tapmaq üçün səslərdən istifadə edir. Dolphins are also friendly. Delfinlər həmçinin dostcasınadır. They sometimes swim near boats and jump out of the water. Onlar bəzən qayıqlara yaxın üzür və sudan tullanır. People love to watch them. İnsanlar onları izləməyi sevir. Dolphins are amazing sea animals that are fun, smart and helpful. Delfinlər heyrətamiz dəniz heyvanlarıdır ki, əyləncəli, ağıllı və köməkçildir. İlk sualımızda choose the correct information according to the passage. Mətnə əsasən düzgün məlumatı seçin deyir. Birincidə dolphins live in lakes around the world. Delfinlər dünya ətrafında göllərdə yaşayır. Okean və dənizdə yaşadığı üçün birinci variantımız düzgün deyil. İkinci, dolphins are very intelligent animals. Delfinlər çox ağıllı, intelligent heyvanlardır. Düzgün cavabımızdır. Çünki bizim ikinci paragrafımızın ilk cümləsində qeyd olunub smart, intelligent sözləri sinonim olduğu üçün doğru cavab götürülür. Dolphins are big fish. Delfinlər böyük balıqdır. Mətndə qeyd olunduğu kimi onlar balıq deyil, məməli sayılır. Dolphins swim alone. Delfinlər tək başına üzür. Yenə yanlışdır, çünki delfinlər birlikdə üzürdülər. Və burada qeyd etdiyimiz məlumatlara əsasən qrup halında da yaşayırlar. Dolphins don't eat fish. Delfinlər balıq yemir. Əksinə onlar balıq yediyi üçün Y variantı da səhv götürülür. Mətnə əsasən doğru cavab B variantında qeyd olunmuşdur. Choose the wrong information according to the passage. Mətnə əsasən səhv məlumatı seçin. Dolphins jump over the water. Delfinlər suyun üzərində tullanır. Mətnə əsasən bu məlumat doğrudur, yanlış deyil. Çünki qeyd olunurdu jump out of the water. Yəni qayıqlara yaxın üzüb və sudan tullanırdılar. Daha sonra people love to watch dolphins. İnsanlar delfinləri izləməyi xoşlayır. Yenə mətnin sonunda people love to watch them deyə qeyd olunduğu üçün bizim B variantımız da doğru məlumatdır. Dolphins use sounds to find food. Delfinlər qida tapmaq üçün səslərdən istifadə edirlər. Mətndə yenə bu cümləmiz qeyd olunduğu üçün düzgün məlumatdır. Dolphins are fun, smart but unfriendly. Delfinlər əyləncəli, ağıllıdır, lakin səmimi deyillər. Yəni dostcasına deyillər. Əksinə, dolphins are also friendly qeyd olunmuşdu. Yəni həmçinin dostcasına səmimidirlər. Unfriendly, yəni antonimi verildiyi üçün bizim D variantımız səhv məlumatdır. Y variantında dolphins feed their babies with milk. Delfinlər süd ilə öz balalarını yedizdirir. Mətnin ilk paragrafının son cümləsində görürük. They feed their babies with milk şəklində. Demək ki, Y variantındadır ki, məlumat da düzgündür. Səhv məlumat D variantında qeyd olunmuşdur.
The underlined word they refers, altına xətt çəkilən söz they nəyə istinad edir? Mətnimizdə diqqət edək. They sometimes swim near the boats and jump out of the water. Bu cümləmizdə qeyd olunmuşdur ki, onlar bəzən qayıqlara yaxın üzür və sudan tullanır. Təbii ki, bizim əvvəlki cümləmizin mübtədası nədirsə, biz oradakı ismi təkrar etməmək üçün şəxs əvəzliyindən istifadə edirik. Əvvəlki cümləmizin mübtədası da delfinlərdir. Dolphins are also friendly, yəni söhbət delfindən gedir. Daha sonra onun davamı olaraq biz deyirik ki, onlar qayıqlara yaxın üzür və sudan tullanır. Buradakı onlar demək ki, delfinlərin əvəzində istifadə olunmuşdur və bu isə C variantında düzgün cavab kimi verilmişdir.